Birinə axır qəmin olsun demək qəbul olmayan dualardan biridir. Çünki insan yaşadığı həyatı boyunca qəm görəcək. Bu mütləqdir. Allah bizi xəstəliklə, övlad itkisi ilə, kasıblıqla imtahan etməsin. Təbii ki, bu da qəbul olmayan dualardandır. Çünki Allahu Teala buyurur ki, biz sizi canınızla, malınızla, övladlarınızla, xəstəlik və yoxsulluqla imtahan edəcəyik. Allah məni heç kimə möhtac etmə. Bu da qəbul olmayan duadır. İnsanlar həyatı boyu bir-birlərinə möhtacdır. Siz dua edin ki, Allah məni pis insanlara möhtac etmə, namərd insanlara möhtac etmə. Səbəbsiz birinə qarğış, nifrin etmək qəbul deyil. Əksinə, səbəbsiz edilən qarğış və lənətlər insanın özünə qayıdar. Allah bizləri duası qəbul olanlardan qərar versin. Və son olaraq bu cür paylaşımların daha çox olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Allah amanında.